Rəşad müəllim, fitrə zəkatı barədə bəzi suallar var. İcazənizlə onları oxuyum. Bismillah. Fitrə zəkatı vermək vacibdir. Yəni hər kim verməsə ona günah yazılır. Fitrə zəkatı nusus dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri açıq-aydın şəkildə göstərir ki, fitrə zəkatını vermək vacibdir hər bir müsəlmana. Müslimdə, Buxaridə keçən hədisdə İbn Ömər radiyallahu anhuma deyir ki, farada Rasulullah sallallahu aleyhi və səlləm zəkətəl fitr. Allahın Rəsulu fitrə zəkatını fərz etdi. Bu hədis açıq-aydın şəkildə dəlalət edir ki, fitrə zəkatını vermək, çıxartmaq vacibdir. Fikir verin, hədisdə deyir ki, İbn Ömər deyir ki, farada. Farada ləfsi qəti olaraq vacibliyə dəlalət edir. Və o ləfsi heç bir halda başqa mənaya ihmal etmək olmur. Daha doğrusu başqa hökmə, məsələn müstəhəbliyə. Necə bilirsiniz, bəzi hökmlər var ki, onları hardasa başqa hökmə ihmal etmək olur. Məsələn, əmara, əmr etdi, vacibə, vacib oldu. Usul-i fiqh qaydalarına əsasən bəzi ləfsləri müstəhəbliyə ihmal etmək olur öz qaydaları ilə. Lakin farada ləfsi fərz etdi. Qəti olaraq vacibliyə dəlalət edir. Bu da o deməkdir ki, fitrə zəkatı hər bir müsəlmana, istər qadın, istər kişi, istər kiçik, istər böyük fərq etmir. Hamısına çıxartması vacibdir. İshaq ibn Rahaviyyə bütün alimlərin icmasını nəql edir ki, fitrə zəkatı çıxartmaq vacibdir. Soruşurlar ki, fitrə zəkatı nə vaxt çıxarılır? Müddəti hardan başlayır, hansı vaxtda? Fitrə zəkatı, qardaşım, bayram gecəsi günəş batandan sonra, elə ki, Ramazan ayının axırıncı günüdür, düzdür, günəş batdı, bayram axşamıdır. Sabah səhər bayramdır. Günəş batandan sonra fitrə zəkatını çıxartmaq vacib olur. Fitrə zəkatını çıxartmaq vacib olur. Düzdür, bir gün və ya 2 gün qabaq çıxartmaq fitrə zəkatını icazəlidir. Niyə? Çünki Peyğəmbərimizin əshabından, səhabələrindən bu varid olub. Məsələn, İbn Ömərdən varid olub. Ona görə alimlər deyirlər ki, bir gün və ya 2 gün qabaq çıxartmaq icazəlidir. Amma vaxtı başlayır, nə vaxt? Günəş batandan sonra bayram gecəsi başlayır vaxtı. Qeyd etdiyim kimi, bir gün və ya 2 gün qabaq çıxartmaq icazəlidir. Niyə? Çünki səhabələrdən varid olub. Bu görüş İmam Məlikin və İmam Əhmədin görüşüdür və müasirlərdən Şeyx İbn Baz rahimehullah bu görüşün üzərindədir. Bunu nəyə görə deyiblər? O, insanlara rahatlıq olsun deyə, asan olsun deyə. Çünki həm vaxt biraz dar olur, həm məsələn miskinlərə, fəqirlərə daha yaxşı olsun deyə, daha münasib olsun deyə səhabələr belə ediblər. Bu hansı vaxtıdır? Başlama vaxtı. Məsələn, günəş batandan sonra, düzdür, artıq elan olundu ki, bayramdır, başlayır çıxartmaq. Nə vaxta qədər çıxarda bilər? Axır vaxtı nə vaxta qədərdir? Bunu da yeri gəlmişkən qeyd edim, ola bilsin Allah subhanahu wa ta'ala faydalı etsin. Bu barədə alimlərin 2 görüşü var. Bir qrup alimlər deyiblər ki, səhər bayram namazına qədər çıxartmalıdır. Səhər bayram namazına qədər çıxartmalıdır. Əgər bayram namazına qədər çıxartmasa, bayramdan sonra versə, bu artıq sayılmır, adi sədəqə hökmündədir. Bunu bir qrup alimlər deyiblər. Müasirlərdən Şeyx İbn Baz və Şeyx İbn Useymin bu görüşün üzərindədir. Bir qrup alimlər də deyiblər ki, cümhur alimlər, deyiblər ki, bayram günü günəş batana qədərdir. Elə ki, bayramdır, bayram namazını qıldın, həmin gün məğrib namazına kimi, yəni günəş batana qədər fitrə zəkatını çıxarda bilərsən. Bu görüş cümhur alimlərin görüşüdür. Və bir məsələni də qeyd edim, bu məsələ ilə bağlı. Günəş batandan sonra bayram axşamı kimin övladı olarsa, övladı dünyaya gələrsə, onun adına fitrə zəkatı çıxartmaq müstəhəbdir. Vacib deyil, amma müstəhəbdir.
İmkanı olmayan biri fitrə zəkatı çıxartmalıdır, yoxsa bu ancaq imkanlara? Dediyimiz kimi qardaşım, fitrə zəkatı çıxartmaq hər bir müsəlmana vacibdir. Lakin imkanı olmayan insan fitrə zəkatı çıxardır yoxsa yox? Burada məsələ necədir? Burada məsələ budur ki, insan bayram axşamı və bayram günü üçün özünə və ailəsinə kifayət qədər təamı, azuqəsi varsa, yalnız özləri üçündürsə, onlara fitrə zəkatı çıxartmaq vacib deyil. Fikir verin, bayram axşamı və bayram günü üçün özü və ailəsinə əlində olan imkan yalnız özlərinə çatırsa, bu gün ərzində onlara çıxartması vacib deyil. Yox, əgər artıq imkanı varsa, o zaman onlara da çıxartması vacibdir. Məsələn, bir insanın 100 manatı var. Düzdür? Həmin gün axşam o 100 manat həmin axşam və səhərsi günü onlar üçün bəs edir ki, bayramı qeyd etsinlər, bayramı yaşasınlar. Lakin artıq pulları da var. Məsələn, 150 manat. Artıq o insanın üzərinə fitrə zəkatı çıxartmaq vacib olur. Yəni, hər bir halda fəqir insanın, miskin, imkanı olmayan insanın fitrə zəkatı çıxartma məsələsi bu yerdədir. Fitrə zəkatını qeyri-müsəlmanlara vermək olar, yoxsa yalnız müsəlmanlara verilməlidir? Baxın qardaşım, qeyri-müsəlmanlara ümumən sədəqə vermək icazəlidir. Kafirlərə, qeyri-müsəlmanlara ümumən sədəqə vermək icazəlidir. Həmçinin, məsələn, zəkatdan vermək icazəlidir. İllik malın zəkatı yoxdur, düzdür, öz şərtləri olarsa vermək icazəlidir. Amma fitrə zəkatını cümhur alimlərə görə qeyri-müsəlmanlara vermək olmaz, bu sayılmır. Yalnız müsəlmanların fəqirlərinə verilir, miskinlərinə verilir. Düzdür, bəzi alimlər, məsələn, İmam Nəvavi rahiməhullah deyir ki, fəcəvvəzəhə Əbu Hənifə. Əbu Hənifə buna icazə verib, lakin bu doğru deyil, bu düzgün deyil. Səhih olan budur ki, fitrə zəkatı yalnız müsəlmanların miskinlərinə verilir, fəqirlərinə verilir. Fitrə zəkatının miqdarı nə qədərdir? Adam başına nə qədər çıxarılmalıdır? Bir də əsasən nələr çıxarılır? Fitrə zəkatı, qardaşım, miqdarı adam sayına bir nəfərə 2 kilo 320 qramdır. Bu da o deməkdir ki, hər kim 2 kilo yarım çıxararsa, artıqlaması ilə çıxarmış olur. Yəni, miqdarı, qədəri bu qədərdir. Hədisdə deyilən sə' sözü, müasir alimlər ölçüblər, edir 2 kilo 320 qram. Yəni, 2 kilo yarım çıxardarsa, məsələn, artıqlaması ilə 3 kilo adam sayına çıxartsan, bu artıq sən çıxartmış sayılırsan. O ki, qaldı nələrdən çıxarılır? Fitrə zəkatı insan yaşadığı yerdə, harda yaşayırsa, oranın əksər adətən yeməyi hansı məhsullardandırsa, təamı hansı qidalardırsa, o yer, misal üçün, o yerdə insanlar hansı qidalardan qidalanırsa, fitrə zəkatı onlardan çıxarılır. Yəni, xüsusi bir, məsələn, təam yoxdur. Misal üçün, sən düyü çıxartmalısan, yaxud un almalısan, yaxud, misal üçün, qreçka almalısan və bu daha üstündür, bunu almaq, belə bir şey yoxdur. İnsanların yaşadığı yerlər fərqlidir. Sən öz yaşadığın yerin qidası, daha çox yeyilən orada təam, yeyilən şeylər hansıdırsa, o yerin yediyi insanların yeməyi ilə fitrə zəkatı çıxartmaq lazımdır. Və adam başına da 2 kilo yarımdan hesablanır. Belədir. Soruşurlar ki, kişi öz ailəsinin adından fitrə zəkatı çıxara bilər. Kişi öz ailəsinin adından fitrə zəkatı çıxarda bilər. Düzdür, fitrə zəkatını, alimlər deyirlər ki, fitrə zəkatı fərdi olaraq hər bir müsəlmana vacibdir. Kişi, qadın fərq etmir. Fərdi olaraq bu müəyyən hökmdür, vacibdir hər bir müsəlmana. Lakin kişi öz ailəsinin adından fitrə zəkatı çıxarda bilər bir şərtlə. Onların icazəsi ilə izin alır, çıxardır. Öz öhdəsində kimlər varsa, uşaqdır, zövcəsidir, yoldaşı, ailəsi çıxardı bilər. Lakin birdən çıxartmayıbsa, onlar ev əhli çıxartmadığı üçün
çıxartmadığı üçün kişiyə günah yazılmır. Ona görə izin alıb çıxartması icazəlidir. Misal üçün ailədə 4 nəfər adam var. Düzdür, kişidir, yoldaşıdır və 2 övladı var. Bu nə qədər eləyir? 10 kilo. 10 kilo alır, təam alır 10 kilo, ailəsinin adından aparır, verir miskinlərə. Bununla da fitrə zəkatı çıxmış sayılır, belə deyək. Borcu olan kəs fitrə zəkatı çıxartmalıdır. Borc fitrə zəkatını çıxartmağa maneə deyil. Mane olmur. Borcu olan insan fitrə zəkatı çıxartmalıdır. Borcu olan insan fitrə zəkatı çıxartmalıdır. Borc fitrə zəkatını çıxartmağa maneə deyil. Fitrə zəkatını unudub çıxartmayanlar nə etməlidir? Fitrə zəkatını unudub çıxartmayanlara heç bir günah yoxdur. Onlara günah yazılmır. Lakin yadlarına düşən kimi çıxartmaları vacibdir. Verilən fitrə zəkatını satmaq olar. Məsələn, bir adam, bir neçə adam fitrə zəkatı verib, çoxdur, onu sata bilərmi? Qardaşım, fitrə zəkatını satmaq məsələsi belədir ki, insan verilən fitrə zəkatını sata bilər. Problem yoxdur. Bu icazəlidir. Məsələn, bir adama veriblər, çoxdur. Sən vermirsən, başqası verir və yığılıb evdə çoxdur. Onu sata bilər, lakin bir şərtlə. Həmin o fitrə verdiyi insan yoxdur, ona sata bilməz. Belə amma satmaq istəsə, sata bilər. Fitrə zəkatını pulla çıxartmaq olar, yoxsa ancaq təyamlı olmalıdır? Fitrə zəkatını pulla çıxartmaq məsələsi alimlər arasında ixtilaflı məsələdir. Allah daha doğrusunu bilir, 3 məşhur görüş var. Birinci görüşdə olan alimlər deyiblər ki, fitrə zəkatını pulla çıxartmaq olmaz qətiyyən. Kim çıxardarsa sayılmır. Bu Malikilərin, Həmbəlilərin, Şafilərin görüşüdür. Bunlar əsaslanıblar nəyə? Buxari Müslimdə keçən hədislərdə səhabələr deyirdilər ki, biz Peyğəmbərin vaxtında fitrə zəkatını təamla çıxardırdıq. Bu hədislərin zahirinə əsaslanıb deyiblər ki, təamla çıxartmaq vacibdir. Və bir qrup alimlər deyiblər ki, fitrə zəkatını pulla çıxartmaq icazəlidir. Bu ikinci görüşdə olan alimlərdir. Bunu Hənəflər deyiblər və bəzi Şafilər deyib. Bunlar əsaslanıblar nəyə? Deyiblər ki, bir halda ki, fitrə zəkatını çıxartmaqda məqsəd o kasıb insanın, fəqir insanın bayram etməsi üçündür, yesin, o da bayram etsin evində. Məqsəd budur axı, hədəf. O da sevinsin, o da bayram eləsin, onun da yeməyə nə isə olsun evdə. Bir halda ki, budur hədəf, pulla çıxartmaq icazəlidir, çünki bu məqsəd hasil olur. Belə yanaşıblar. Bir qrup alimlər də deyiblər ki, əsl olaraq budur ki, fitrə zəkatını pulla çıxartmaq olmaz, lakin güclü ehtiyac varsa və üstün məsləhət varsa, fitrə zəkatını pulla çıxartmaq olar. Bu İmam Əhmədin bir görüşüdür və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşün üzərindədir. Hər bir halda ehtiyat edib fitrə zəkatını pulla çıxartmamaq daha yaxşıdır. Təamla çıxardırsan ki, zimmət boynundan qalxsın və heç bir ixtilafa girməyəsən, bu daha yaxşıdır.